Süd vəzi xərçənginin erkən diaqnozunu gecikdirməmək üçün nəyə diqqət etməliyik? Müayinə və xəstəliyin mərhələndirilməsi nə kimi müasir üsullarla aparılır? Xəstəliyin hansı mərhələdə olması müalicəyə necə təsir edir? Biopsiya xərçəngi yaymır, həmin şişdən götürülən nümunə şişin təkrar əkilməyinə, başqa yerlərə sıçramağına səbəb olmur. Ege Hospital'ın onkoloqu doktor Pərvanə Rüstəmova danışacaq. Hər vaxtınız xeyir olsun əziz Ayırba TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bir buraxılışından daha hər birinizi salamlayıram. Verilişimizdə Ege Hospital Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğuna baxırsınız. Əziz tamaşaçılar, ekrana yaxın əyləşin. Bir daha aktual bir mövzuyla qarşınızdayıq. Bugünkü qonağımız isə Ege Hospitalın onkoloqu Pərvanə Rüstəmovadır. İndi isə onkoloq Pərvanə Rüstəmovanın otağında onunla birgəyik. Doktorum, necəsiz? Təşəkkür edirəm, xoş gəlmisiniz. Çox xoş gördük biz də. Otağınız da özünüz kimi gözəldir, fərahdır. Amma mövzunu açıq elan etmək istəyərdim mən uzatmadan. Bugünkü mövzumuz süd vəzi xərçəngidir və süd vəzi xərçəngi istərdim sizdən eşidək bir də. Əlavə olaraq da daha sonra belə deyim, detallı şəkildə müzakirə edək. Süd vəzi xərçənginə bir giriş zəhmət olmasa doktorum. Süd vəzi xərçəngi haqqında biz o qədər dəfələrlə danışırıq, bir çox verilişlərdə danışmağımıza baxmayaraq, keçən həftə çox ciddi hər iki süd vəzisinin deformasiyası, nekrotik çürüməsi şəklində bir süd vəzi xəstəsi görəndən sonra fikirləşdim ki, biz nə qədər də danışsaq azdır. Yenidən süd vəzi mövzusuna müraciət edirik. Çünki bugün dünyada hər 8 qadından birində süd vəzi xərçəngi olma riski deyə bir çox yüksək həssaslıqla danışırıq və yalnız qadın olmaq belə süd vəzi xərçəngi olmaq üçün namizəd olmağımıza yetərli bir bəhanədir, səbəbdir. Yəni bütün bunları əsas götürüb bugünkü mövzumuzdan başlığı siz süd vəzi xərçəngi deyirsiniz. Mən də deyirəm ki, əgər biz bir qadınıqsa, mütləq süd vəzilərimizin fərqində olmalıyıq. Süd vəzilərimizdə baş verən dəyişiklikləri zamanında izləməliyik ki, həmin o xərçənglə tanışacaq, xərçənglə yolu kəsişəcək 8 qadından biri olmağı önləyə bilmiriksə də vaxtında aşkar edək ki, bizim bəzən belə bir cümlə deyirik, xərçənglə getdiyimiz yol uzun olsun. Bu əslində bir bəddua deyil, yaxşı bir cümlədir. Çünki biz xərçənglə tanışsaq da, xərçəng bizim həyatımızla kəsişsə də, amma biz onu həyatımızdan çıxara bilirik. Biz bugün müasir tibbin imkanları çərçivəsində süd vəzi xərçəngini erkən aşkarladığımız zaman bu xanımlar tamamilə sağala bilirlər, normal həyatlarını davam edirlər. Əksəriyyəti unudur ki, 8 il, 10 il, 12 il öncə mənə belə bir diaqnoz qoyulmuşdu. Sonrakı həyatında hamiləliyi baş vermiş, uşaq dünyaya gətirən qadınlarımız var, subay olub sonra ailə quran qızlarımız var. Yəni xərçəngin son olmadığını və burada qorxacaq bir şey olmadığı mesajını vermək üçün gəlin elə süd vəzi xərçəngindən danışaq. Danışaq doktor. Sizin dediyiniz həmin o pasiyenti mən sizin səhifənizdə görmüşdüm. Siz onu paylaşmışdınız, ətraflı şəkildə müayinəsini və s. O vəziyyətə gəlmədən, özünüzün də az öncə vurğuladığınız kimi erkən müdaxilə, erkən təşxis, diaqnoz qoyulması üçün bu bizim xanımlarımız hansı əlamətləri özlərində görsələr, hansı belə deyək, xırda nüansları özlərində görsələr, mütləqli şəkildə yaxınlaşmalıdırlar həkimə. Bunu soruşmaq istərdim ilk öncə. Süd vəzi xərçəngindən biz danışarkən əslində xanımın hər hansı bir əlamət görüb, bilib, hiss edib, şişkinliklə, bir düyünlə, bir dəyişikliklə bizə gəldiyi bütün hallar ən azı 1B və ya 2A mərhələdir. Biz normalda nə arzu edirik?
edirik. Ölkəmizdəki inkişaf beynimizdə, səhhətimizə, diqqətimizdə də olsun. Canımıza, sağlamlığımıza, gözəlliyimizə verdiyimiz qədər dəyər, qiymət verək və sadəcə kontrol, skrininq müayinələrə gedək. Yaşımız 35-dən yuxarıdırsa, irsi bir risk daşıyırıqsa və yaxud risk qrupu xanımlar siyahısındayıqsa, biz bunu çox asan əslində internetdə çoxsaylı proqramlar var ki, bir şəxs oturub özünün risk qrupunda aid olub olmadığını hesablaya bilər və yaxud müraciət etdiyi bir onkoloq, mamoloq onun üçün o risk qrupunda olub olmadığını və risk faizini hesablaya bilər. Bu halda biz 35 yaşdan yuxarı mammoqrafiya ilə dəyərləndirməliyik. Ondan alt yaş qrupunda isə sadə hallarda süd vəzi ultrasəs müayinəsi, risk qrupu xəstələrdə, daha gənc qrupda isə süd vəzi MRT-si ilə biz bunu skrininq məqsədi ilə etməliyik ki, biz xəstəlik görünmədən onu tapa bilək. Bir şeyi görəndən sonra artıq onunla belə deyək də bir çətin mübarizəyə başlayırsan, amma o özünü göstərmədən sən onu tapanda sənin əlin daha güclü olur. Bir insan olaraq da, həkim olaraq da, fərd olaraq da. Amma həmin o sizin də və bir çox insanların təsirləndiyi videoda ən böyük amillərdən biri nə idi? Xanımın əlinə bir kütlə gəlib. Düşünün ki, başqa da en sayda belə xəstələr var. Əlinə bir kütlə gəlib və o biopsiyadan qorxur. Burada süd vəzi xərçənginin diaqnostikasındakı qızıl standart necə ki mammoqrafiyadır, amma histoloji təsdiq üçün biopsiya həqiqətən çox önəmlidir. Və burada dönə-dönə vurğulayırıq ki, biopsiya qorxulu deyil, biopsiya ağrılı deyil, biopsiya xərçəngi yaymır, həmin şişdən götürülən nümunə şişin təkrar əkilməyinə, başqa yerlərə sıçramağına səbəb olmur. Əslində insanların beynindəki yanlış miflər, yanlış qorxular, yanlış bilgilər illərlə oturuşmuş həmin məlumatlar. Məhz o xanımda da gecikməyə səbəb biopsiyadan qorxması idi. Düşünün ki, o xanım sonra gəldi, çox sağ olsun, dəyərli radioloqumuz Aynur xanımla bir yerdə biopsiya elədik. Heç ruhu da incimədi. Dedi, heç bilsəm bu belə bir şeydir. Mən illərimi boşuna keçirməzdim. Yəni düşünün, bir xəstə nümunəsindən danışırıq, amma çox önəmli bir alqoritmdir. Mammoqrafiya elədik, gördüyümüz şübhəli sahədən və yaxud xəstənin əlinə gələn klinik bir təzahürlə gələn düyündən biopsiya elədik və histoloji verifikasiya elədik ki, bu süd vəzi xərçəngidir və bütün hekayə bundan sonra başlayır. Aydındır doktor. Həmin bu izah elədiyiniz diaqnostika metodlarından biraz danışmaq istərdik ki, düzdür, qızıl standart kimi mammoqrafiyanı vurğulayırıq bu nöqteyi nəzərdən baxanda. Amma ki, belə deyək, alqoritmik olaraq, ardıcıllıq olaraq hansılara üstünlük verilir və bu gedişatda bizim xanımlarımızı nə gözləyir doktor? Bir xanım əgər süd vəzi artıq mammoqrafiya olunub və biopsiya ilə xərçəng təsdiq olunubsa, sonraki etapda onu mərhələləndirmə proseduru gözləyir. Yəni biz xəstəliyin mərhələsini bilmək üçün, belə loru dildə desək, süd vəzi xərçənginin metastaz verməyi sevdiyi orqanları, hədəf orqanları müayinə etməliyik. Hədəf orqanları bir dəfəlik PET-CT şəklində bütün bədən daranması, bütün bədən müayinəsi ilə edə bilərik və yaxud ayrı-ayrılıqda döş qəfəsi, qarın boşluğu kontrastlı KT, sümüklərin sintoqrafiya müayinəsi ilə apara bilərik. Burada haşiyyə çıxan təbii ki, alt qruplar var ki, HR pozitiv xəstələrdə və triple negativ olan alt qruplarda mütləq şəkildə xəstələrin beyin MRT müayinəsi olunmalıdır və digər süd vəzinin diqqətli incələnməsi önəmlidir. Və yaxud xanımın yaşı çox gəncdirsə, 40 yaşdan aşağı bir xanımda süd vəzi xərçəngi diaqnozu qoymuşuqsa, xüsusilə bu xərçəng üçlü neqativdirsə, burada mütləq genetik konsultasiya almalıyıq. BRCA 1-2 gen mutasiyası varmı, yoxmu, onu dəqiqləşdirməliyik və həmin mutasiya olan halda isə xəstənin özündən əlavə birinci dərəcəli qan qohumu olan xanımların əlavə müayinəsi və onların da belə deyək, genetik konsultasiya almaları tövsiyə olunur. Çünki hal-hazırda bizim də tərəfimizdən təqib olunan bir sıra xəstələr var ki, İlk öncə bizə anası müraciət edib, bir neçə il sonra qızında xərçəng aşkarlandı və yaxud xanımın biri müraciət edib, bir neçə il sonra bacısında xərçəng aşkarlandı və bütün onların əksəriyyətinin genetik mutasiyası olduğu və bunu zamanında bilsələrdi, risk azaldıcı cərrahiyyə, bu hamımızın məşhur Angelina Jolie əməliyyatı kimi bildiyimiz dərialtı mastektomiyalar bugün də ölkəmizdə uğurla icra olunur. Bir çox cərrahlarımız tərəfindən xanımlar
bunlar süd vəzisini itirmədən bir bərpa edici cərrahiyyə ilə tamamlanmaq şərti ilə risk azaldıcı əməliyyatlar oluna bilirlər. Yəni bütün bunlar hamısı nədir? İnkişafdır. Bizi xərçəngdən qorxmaq yox, erkən davranıb, fərqində olub, həmin mərhələyə çatmadan özümüzü qorumağın yollarını bizə göstərir əslində. Yetər ki, dinləyək. Eynən doktor. Bəs diaqnostikadan sonraki mərhələdir. Artıq mərhələləndirdik biz bu, belə deyim, gedişatı. Daha sonra əlbəttə ki, müalicəsinə başlayırıq. Müalicəsi zamanı diqqət edilməsi gərəkən nüanslar nələrdir? Bir həkim kimi nələri tövsiyə eləyərsiniz və müalicə proseduru tam olaraq necə gedir, doktorum? Bir süd vəzi xərçəngi xəstəsi bu otaqdadırsa, artıq deməli iki hal mümkündür. Ya xəstəmiz çox erkən gəlib, cərrahi əməliyyatını olub bizə gəlib, bu halda bizim verəcəyimiz kimyoterapiya adyuvant müalicə adlanır və yaxud da ki, xəstə cərrah tərəfindən konsultasiya olunub, hal-hazırda cərrahi əməliyyata uyğun hesab edilməyib, törəməni kiçiltmək məqsədi ilə bizə göndəribsə, bu zamanda bizim verdiyimiz müalicə neoadyuvant kimyoterapiya hesab olunur. Digər bir qrup var ki, bunlar metastatik xəstələrdir. Metastatik xəstələrdə müalicə alqoritmi biraz daha fərqlidir. Çünki onlarda bir neçə hal mümkündür. Metastazın olduğu ocaqdan asılı olaraq gələcəkdə cərrahi əməliyyat şansı ola bilən xəstə qrupu və ümumiyyətlə cərrahiyyə müalicəsi olmayacaq, yalnız kimyoterapiya ilə davam edəcək xəstə qrupu. Bugün əlavə bir xəstələrimiz var ki, hormon pozitiv süd vəzi xərçəngi xəstələrimiz, əgər bunların az sayda orqan metastazı varsa və cərrahi əməliyyat düşünülməyəcəksə, bu xəstələr ümumiyyətlə metastatik olmalarına baxmayaraq, əgər bir daxili orqan, visceral kriz dediyimiz zədələnmə yoxdursa, bir ağciyər yetməzliyi, bir qaraciyərdə böyük həcmli funksional testlərin pozulmağına gətirib çıxaran zədələnmə yoxdursa, bunları yalnız biz hormon terapiya, yəni tabletlə müalicəsini həyata keçiririk. Bu da həm xəstə mərhələ olaraq 4-cü mərhələdir, metastatik xəstədir, həm də müalicəsi baxırsan ki, daha rahat kimyoterapiyasız aparılır. O xəstə qrupu da bu otağa daxil olan qrupdandır və onlar buradan daha sevinərək çıxırlar. Təbii ki, nəticələri də daha yaxşı olur. Digər bir qrup xəstələrimiz isə xüsusilə immunohistokimyəvi cavabda HER pozitiv gördüyümüz xəstə qrupudur. Bu qrup xəstələri biz ilk öncə həm üzülürük, həm də təbrik edirik. Çünki HER pozitivlik özü-özlüyündə hormon pozitivlikdən daha bir aqressivlik göstəricisidir. Amma bugün əlimizdə həmin bu reseptoru 1 və ya 2 qat blok edən dərmanlar olduğuna görə bu xəstələrin həm yaşam şansı çox uzanır, həm xəstəliksiz yaşam müddəti uzanır, həm də metastaz olduğu halda yenə də metastazdan da sağalıb remissiyaya girmə ehtimalları çox yüksəlir. Yəni bir xanım əgər patahistoloji cavabdan sonra o boyanma cavabında HER pozitivlik görürsə və o HER dərmanlarına çatımlılığı varsa, təbii ki, burada təminat məsələsi də var. Yəni bu halda onu həm də biz təbrik edirik ki, yəni müalicədə çox yeni şanslarımız var. Bu bizə çox yeni faydalar verəcək bir imkanlardır və bütün bunların hamısı nəyi göstərir? Yetər ki, kör-köranə müalicə ilə məşğul olma. Heç bir soğan suyunda, məsələn, HER pozitiv reseptora təsir edəcək bir maddə yoxdur. Yəni sən hər hansı bir ənənəvi tibbdən kənar, belə deyək, xalq təbabətindən bir ümid, bir yardım gözləyirsənsə, bil ki, özünü çox böyük bir uçuruma atırsan. Sizin belə deməyinizdən mən belə başlayıram. Siz çox rastlaşmısınız artıq belə vəziyyətlərlə, ona görə bunu demək ihtiyacı hissedirsiniz ki, həqiqətən elədir. Yəni bunu əgər bizi dinləyən bir nəfər buradan bir önəmli mesaj alarsa, yəni düşünün, tibb çox inkişaf edib, sən çox akademik, elmə, biliyə dayalı müalicələr təklif edirsən, sənin qarşında alternativ duran nədir? Soğan suyu. Məsələn, yəni bunun müzakirə edilməyəcək qədər absurd bir cümlələrdir və çox xahiş edirəm xanımlardan, özəlliklə süd vəzi xərçəngi ilə bağlı bu qədər danışırıq, bu qədər maarifləndiririk, yenə də gecikmələr varsa, deməli yetərincə danışmırıq. Hər hansı bir sosial mediada, hesablarda gördükləri, hər hansı belə deyək, ev üsulu düzəldilmiş maddələrdən və yaxud da ev məişətdə istifadə etdiyimiz hər hansı qida məhsulundan əlbəttə ki, möcüzə gözləməmək absurddur. Doktorum, bir də ümumiyyətlə süd vəzi xəstələrinə yanaşmanı izah elədiniz düzünə qalsa, amma
ümumi gedişatında ləng gedən və sürətli gedişata, sürətli şəkildə metastaz verən növləri var artıq. Bunlara yanaşma necə fərqlənir? Onu soruşmaq istərdim. Burada yenə də eyni şeyə dönürük. İlk biopsiya materialımızda biz şişləri immunohistokimyəvi boyama zamanı artıq əlimizdə 4 qrup halında alırıq. Və biz o qrupları gördüyümüz zaman bizi nə gözləyir təqribən həkim olaraq bilirik. Burada təbii ki, çox az hallarda statistikadan kənara çıxan hallar olur, amma ümumilikdə əgər bir şiş hormon pozitiv qrupdadırsa, bu çox yaxşı gedişli və daha gec metastaz verməyə meylli deyə. Bunu artıq öz içimizdə rahat qəbul edirik. Digər qrup HR pozitivlər haqqında az öncə dedim. Yeni dərman şansları ilə onlar da çox şanslı bir qrupdur. Bizim əslində orada ən qorxduğumuz üçlü neqativ dediyimiz daha aqressiv şiş qrupudur. Burada da əsas məsələ yenə də erkən mərhələdə müraciət edən xəstələrin şansları çox yaxşıdır. Süd vəzi xərçəngində sürətli gediş, metastaz vermənin tək səbəbi xəstə gecikməyidir. Yəni hələ ki elə bir çox nadir hal ola bilər ki, çox erkən müraciət etmiş xəstənin xəstəliyi heç bir tibbi müalicələrə cavab verməyən ildırım sürətli, çətin gedişli olsun və onu kontrol altında saxlaya bilməyəsən. Əksər hallarda bizim son dövr sosial mediadan da gördüyümüz vəfat edənlərə Allah rəhmət eləsin, itirdiyimiz də bir sıra xəstələrin xəstəlik tarixini götürüb vərəqləsək, əksəriyyətinin ilkin müraciətində artıq gecikmə var idi. Yəni bugün süd vəzi xərçəngi metastatik, çətin, müalicəyə tabe olmayan ağır gedişdirsə, deməli xəstə gec gəlib. Bizim mən əslində müalicə həkimiyəm də, tibbi onkoloqun işi müalicədir. Amma inanın ki, 90% hallarda mən müalicə yox, erkən müayinəyə səsləyirəm insanları. Niyə? Çünki qurtuluş oradadır. Biz nə qədər xəstəliyin fərqində olacağıq, əlamətləri tez bilib, vaxtında müayinə olunacağıq və yaxud heç bir əlaməti olmadan yalnız kontrol məqsədlə skrininq üçün həkimə gedəcəyik, süd vəzi xərçəngindən qurtuluşun əsas yoludur. Yəni bir onkoloq olaraq xəstəliyi sağalda bilmərik, amma xəstəni sağalda bilərsiniz, doktor. Əslində doğrudur. Bu anda da böyük bir məsuliyyət əslinə qalsa xəstənin özünə düşür. Yerinə gələndə ki, ümumiyyətlə həkim yanına getməmək, o da onun özəlində olan bir şeydir. Getmək də onun özəlində olan bir şeydir və bugün əgər biz ekranların başında olan tamaşaçılarımızı buna səsləyiriksə, artıq işin 50% görülüb bizə görə. Bu andan etibarən də xəstənin üstünə düşür ki, skrininqləri vaxtında eləyib, vaxtında erkən belə deyək, stadiyada bunun üzərinə düşülsün. Doktorum, son olaraq istərdim süd vəzi xərçəngi haqqında son tövsiyələrinizi Allah tamaşaçılarımız üçün və yekunlaşdıraq, doktorum. Süd vəzi xərçəngi risk amillərindən bizim dəyişə bilmədiklərimiz var. Mənim hər zaman səsləndiyim bir fikirdir. Bunları biz dəyişə bilmirik. Genetik meylimizdir, cinsimizdir. Bunları biz heç bir şəkildə dəyişə bilmirik. Amma bizdən asılı olan faktorları gəlin əməl edək. Fiziki aktivliyimizi daim saxlayaq, çəkimizə nəzarət edək, zərərli amillərdən uzaq duraq, heç gərəksiz hallarda hormon müalicələrdən izafi istifadə etməyək. Təbii ki, burada yanlış anlaşılmasın. Göstəriş halında əgər bir həkim bir hormon kontrol üçün müayinə və müalicə aparırsa, bu başqa. Amma qonşum bunu içdi, xalam qızı bunu içdi tipində deyil də, qulaqdan dolma məlumatla deyil də, əsaslı aparılmış hormon müalicə də bəlkə vaxtında qoruyur. Özəlliklə qalxanvari vəz hormonlarına qarşı həssas olun. Zamanında şübhəli hallar varsa, hər hansı bir narahatçılığınız varsa, endokrinoloqa müraciət edin. Qan şəkərinizi və qanda D vitamininizi normada saxlamağa riayət edin. Bu da sizi qoruyan faktordur. Gecə yuxunuzu mütləq rejimdə saxlamağa çalışın. İmkan daxilində, qaranlıq otaqda 7-8 saatlıq yuxuya əməl etməyə çalışın. Bunlar hamısı bizim əlimizdə olan və bizim dəyişə biləcəyimiz amillərdir. Bir də ki, fərqində olaq, hər ay cəmi 5 dəqiqə, 10 dəqiqə hamamda, güzgü qarşısında süd vəzi müayinələrini, özü-özünə müayinəni aparaq. Şübhələndiyimiz bütün hallarda
daha öncə görmədiyimiz fərqli bir damarlanma olsun, dəridə bir rəng dəyişikliyi olsun, bir qabarıqlıq olsun, hər hansı bir portağal qabığı, çox deyirik bu simptomu, xanımlar özləri də artıq bilirlər. Buna bənzər bir dəyişiklik və ya ələ gələn bir kütlə varsa, mütləq fərqində olaq və bir həkimə müraciət edək. Təbii ki, bu törəmələrin hamısı xərçəng çıxmayacaq. Bundan əmin olun. Bunların əksəriyyəti xoş xassəli düyünlər olacaq, xoş xassəli bir dəyişiklik olacaq. Amma siz yetər ki, gəlin, onkoloq da arada bir xoş xəbər versin və biz bütün bu müayinə etdiyimiz şəxslərin içində xərçəngləri gözdən qaçırmayaq. Yəni sizin hamınız müayinəyə gəldiyiniz zaman onun içində gələnlərin bir qismi də xərçəngdir. Biz onları vaxtında yaxalamış olacağıq. Yoxsa ki, hamımız arxayın olsaq ki, məndə olan düyün xoş xassəli olacaq. Bu məhz o xanımdakı kimi gecikmələrə səbəb ola bilər. Ona görə də çalışın, sağlamlığınızı özünüz qoruyun. Xəstələndiyiniz bütün hallarda isə həkiminizə güvənin. Çox sağ olun doktor. Həqiqətən təşəkkür edirik məlumatlandırıcı çıxışa görə. Ümid edirəm gələn verilişlərdə sizi qonaq kimi görə bilərik. Təkrar xatırlatma kimi edək ki, bizim bugünkü doktorumuz, bizim bugünkü qonağımız Ege Hospitalının onkoloqu Pərvanə Rüstəmova idi. Təşəkkürlər doktorum. Əziz tamaşaçılar, bir verilişin daha sonuna gəldik. Səhhətimiz verilişinə tək ARB TV ekranlarında yox, həm də sosial media hesablarında baxa bilərsiniz. Gələn görüşlərədək.